Herkese salam. Uzun bir aradan sonra nəhayət ki, yeni bir video ilə qarşınızdayım. Bugün sizə son zamanlar oxuyub çox bəyəndiyim əsərlər haqqında fikirlərimi bölüşəcəm. İstəyirəm çox uzatmadan keçək videoya. İlk öncə bəhs etmək istədiyim əsər 90-cı illərdə əsəridir. Anton Çexova məxsus olan bir əsərdir. Bu əsər əksəriyyətimizin də bildiyi kimi Rus ədəbiyyatına məxsus bir əsərdir və klassik əsər hesab olunur. Ümumiyyətlə, əsər özü çox kiçik həcmlidir, yəni təxmini 100 səhifəlik bir əsərdir. Ancaq içərisində o qədər dərin mənalar var idi ki, həqiqətən çox böyük zövqlə, çox böyük maraqla mən əsəri oxuyub bitirdim. Əsərdə həqiqətən də yazıçımız çox mövzulara toxunmuşdu. Mən istəyirəm burada qısaca bəzi mövzulara mənim üçün həqiqətən də mənalı olan və məndə dərin iz buraxan bəzi mövzuları istəyirəm ki, bu videoda sizlərlə bölüşüm. İlk öncə yazıçımız əsərdə əsasən təbəqələşməni ön plana çəkir. Yəni həm kasıb varlı təbəqə arasındakı təbəqələşmədən söhbət gedir, həm də X, Y və Z nəsilləri arasında olan böyük bir uçurumdan söhbət gedir. Hansı ki, biz bilirik ki, kasıbla varlı təbəqə arasındakı o böyük bir fərq və bu fərq ümumiyyətlə illər boyu bütün əsərlərdə öz əksini tapmışdır. Hətta əksər klassik əsərlərdə biz bu mövzuya rast gələ bilirik. Amma eyni zamanda hal-hazırki dövrdə də düşünürəm ki, bu öz aktuallığını qoruyub saxlayır. Ümumiyyətlə, əsərimizdə bir baş obrazımız var. Bu Misail adında bir gəncdir. Bu gənc zədəgan bir ailənin oğludur və yeganə oğludur. Ümumiyyətlə, ailəsi, təbii ki, atası, anası gənc yaşında ümumiyyətlə rəhmətə getmişdi, amma atası istəyirdi ki, oğlu da həqiqətən onun kimi ziyalı bir gənc olsun, oxusun, təhsil alsın, öz üzərində işləsin, öz karyerasını qursun. Ancaq uşaq tamamilə fərqli bir düşüncəyə sahib bir oğlan idi. Belə ki, o həqiqətən də öz daxilində həmişə düşünürdü ki, nə üçün yoxsul təbəqə var, nə üçün bu qədər kasıb və zənginlər arasında fərqlər var və eyni zamanda da nə üçün fiziki əməklə məşğul olmaq yaxşı bir şey kimi qəbul olunmur. Yəni, söhbət fəhləlik etməkdən gedir. Buna görə də o oxumağın başını atır və ümumiyyətlə fəhləlik etmək qərarına gəlir. Təbii ki, bu atası tərəfindən xoş qarşılanmır, çünki atası onun əksinə oxumasını istəyirdi və özünə yaraşdırmır ki, yəni belə bir zədəgan, belə bir ziyalı bir ailənin bu cür bir övladı olsun. Amma oğlan öz istədiyini edir və atasının iradlarına baxmayaraq bütün dövlət işlərindən imtina edir. Baxmayaraq ki, 7 dəfə iş dəyişibdir və heç bir işdə özünü tapa bilməyib. Həqiqətən də heç bir iş ona, söhbət də təbii ki, dövlət işlərindən, ofis işlərindən gedir və heç bir işdə özünü tapa bilmədiyi üçün nəhayət ki, fəhləlik etmək qərarına gəlir və başlayır artıq fəhlə kimi çalışmağa. Və həqiqətən də bu zaman onun görürük ki, həyatı hədsiz çox sorğulayır, baxmayaraq ki, gənc yaşdadır. Eyni zamanda biz burada təbəqələr, yəni nəsillər arasındakı fərqi də bariz şəkildə görə bilirik. Çünki əslində əsər bizə göstərir ki, həqiqətən də valideynlər həmişə düşünürlər ki, yaşları, təcrübələri çoxdur deyə hər şeyin ən yaxşısını, ən doğrusunu onlar bilir. Amma bəzən elə olur ki, həqiqətən də övladın yaşı az olmasına baxmayaraq, həqiqətən də dərin düşünə bilir, öz həyatı barəsində düzgün qərarlar qəbul edə bilər. Yəni, bu bir növ inkişaf etməkdən asılıdır əslində. Necə ki, deyirlər ki, ağıl yaşda deyil, başdadır. Həqiqətən də biz bu əsərdə də bu atalar sözünün doğruluğunu bir daha görə bilirik. Bundan əlavə, deməli, əsərimizdə bizdə Misail adlı bu gəncin bir doktorla olan kiçik bir diyaloqunun şahidi oluruq. Hansı ki, bu diyaloq həqiqətən də mənim hələ də onu da bilmədiyim bir diyaloqdur. Deməli, doktorumuz Misailə deyir ki, bəs əgər sən deyir, ümumiyyətlə də nəinki sən, hətta bütün hamı fiziki əməklə məşğul olsa, bəs tərəqqi necə baş verəcək? Bu cəmiyyət necə inkişaf edəcək? Elm, texnologiya, bunlar hamısı necə inkişaf edəcək? Misail isə çox həqiqətən heç gözləmədiyim və çox fərqli tərzdə bir cavab verir və bu verdiyi cavab belə mənim yaddaşımda uzun müddətdə artıq qalıb və düşünürəm ki, ölənə kimi qalacaq. Doktora deyir ki, əgər deyir, bir cəmiyyətdə yoxsul təbəqə yoxdursa, fəhlə yoxdursa, kölə yoxdur, qul yoxdursa, sən düşünmürsənmi ki, həmin cəmiyyət həqiqətən də inkişaf etmiş, tərəqqi etmiş bir cəmiyyətdir. Yəni, əslində bizə bir növ yazıcı da göstərmək istəyir ki, biz
ömür boyu, yəni neçə illərdir, neçə əsrlərdir bəlkə də, ancaq inkişafı texnologiyanın inkişaf etməsində, elmlə inkişaf etməkdə görürük. Yəni düşünürük ki, inkişaf sırf bu yöndə olmalıdır. Amma heç o yöndən baxmırıq ki, həqiqətən də quldarlığın, köləliyin ləğv olduğu bir cəmiyyət əslində yetəri qədər inkişaf etmiş bir cəmiyyətdir. Yəni hansı ki, orada insanların hamısı eyni hüquqlara və azadlıqlara malikdir. Həqiqətən də çox qəşəng, faydalı bir əsərdir və hər kəsə şiddətlə tövsiyə edirəm. Baxmayaraq ki, kiçik həcmli əsərdir və dili çox sadədir. Qısa zaman ərzində siz də oxuyub bitirə bilərsiniz, amma yaddaşlarda uzun müddət dərin iz qoya biləcək bir əsərdir. Hər kəsə şiddətlə tövsiyə edirəm. İkinci bəhs etmək istədiyim əsər Kəndimə Yeni Bir Bən Lazım əsəridir. Miranda Dickinsondan. Əslində bu əsər mən oxumağa başlayanda biraz tərəddüd içərisində qalmışdım. Çünki yaşımla əlaqədar düşünürdüm ki, çox belə mənim üçün yüngül tərzdə bir əsər kimi qalacaq və çox da belə maraqlı olmayacaq. Amma əslində oxumağa başlayanda gördüm ki, heç də yəni gənc yetişkin tərzində yazılmış bir əsər deyil və həqiqətən də oxuyarkən bu əsərdən də zövq aldım. Çünki əsərimizdə bir baş obrazımız var və deməli xanımın adı Nell Sullivandır. 33 yaşında bir xanımdır. Bütün həyatını həmişə idarə etməyə çalışan, planlar üzərinə yaşamağa çalışan bir qadın olub və bir gün həyatı təpətaqlaq olur, türklər demiş. Yəni hər şey birdən-birə alt-üst olur, bütün inandığı, indiyə qədər güvəndiyi hər bir şey məhv olur və birdən-birə özünü New Yorkda tapır. New Yorkda daha doğrusu San Fransiskoda tapır və orada öz qohumunu ziyarətə gedir və burada həqiqətən də heç gözləmədiyi sürprizlərlə qarşılaşır. O deyirlər, həyat bəzən bizim həqiqətən biz planlar qurarkən başımıza gələnlərdən ibarətdir. Həqiqətən də elədir. Çünki Nell Sullivan ömür boyu müəyyən planlar quraraq həyatını idarə etməyə çalışan, kontrol xəstəliyinə düçar olmuş bir qadın idi. Bu düşünürəm ki, əksəriyyətimizdə var. Həmişə həyatımızı idarə etməyə, gələcəyi planlamağa çalışırıq. Amma həqiqətən də həyat bu deyil və taleyi qismət deyə həqiqətən də bir reallığımız var və bəzən elə olur ki, biz özümüz üçün planlar qurarkən həyat bizim üçün başqa sürprizlər hazırlayır və biz o sürprizlərə məruz qalanda həqiqətən təəccüb içərisində oluruq. Hansı ki, heç ağlımızın ucundan belə keçməyib ki, biz bunları reallaşdıraq. Və bəzən də həqiqətən pis bir hadisə baş vermiş kimi görünür və düşünürük ki, həyatım məhv oldu, hər şey bitdi, hər şey alt-üst oldu, amma əslində heç də elə olmur və illər keçəndən sonra bəlkə də fərqinə varıq ki, bu şey yaxşı ki, baş verib. Yəni nə qədər pis bir şey kimi görünsə də illər sonra görürük ki, əslində pis deyil, bizim üçün xeyirlisi və həqiqətən də yaxşı olanı baş veribmiş. Ona görə də deyirlər, hər şərdə bir xeyir var. Həqiqətən də bu əsər də bir növ onu bizə göstərir. Yəni çox maraqlı bir əsər idi. Tövsiyə edirəm əslində, siz də istəsəz bir şans verə bilərsiniz. Üçüncü bəhs etmək istədiyim əsər İyi Hiss Et, İyi Yaşa əsəridir. Bu əsər əslində bədi ədəbiyyat deyil, daha çox motivasiya, psixologiya tipində yazılmış bir əsərdir və mən bu əsəri bilirsiniz nə formada oxumuşam. Yəni aylara yayaraq, hər gün 1-2 bölümü oxuyaraq və hansı ki, həqiqətən içində çox faydalı məlumatlar da var və insanın həyatına müəyyən mənada yön verə biləcək məlumatlar da var. Amma düşünürəm ki, yəni bunları biz əksəriyyətimiz bilirik. Sadəcə olaraq bilmək ayrıdır, reallaşdırmaq, tətbiq etmək ayrıdır. Əsər də əslində bir növ onları öz həyatımızda tətbiq etməyimizin zəruriliyini vurğulayır. Bu cəhətdən düşünürəm ki, siz də bir şans verə bilərsiniz. Maraqlı bir əsər idi. Daha sonra bəhs etmək istədiyim əsər, bu əsəri həqiqətən çox bəyəndim. Tanrının Formulu əsəridir. Məndə ümumiyyətlə Dos Santosdan 3 dənə əsər var idi və heç birini oxumamışdım, qismət olmamışdı və üçü də uzun müddətdir ki, kitab rəfimdə məni gözləyirdi. Düşündüm ki, birinci bu əsərə şans verəm. Əsərin üz qapağından da göründüyü kimi Albert Einsteindan bəhs olunur. Daha doğrusu Albert Einsteindan necə bəhs olunur? Deməli, bildiyimiz kimi Einstein deməli, atom bombasının kəşfi ilə əlaqəli müəyyən, bilmirəm nə dərəcədə realdır, amma əsər daha çox onu göstərir ki, yəni bizim bir İsrail başbakanımız var və o illər öncə təbii ki, Albert Einsteinin yanına gedərək ondan atom bombasının necə kəşf olunduğunu soruşur. Yəni əsər əslində bizə ilk öncə belə bir təəssürat buraxır. Yəni sanki atom bombasının kəşfi ilə bağlı bir əsərmiş kimi görünür, amma sonunda yazar elə bir şəkildə mövzunu dəyişdirir, tamam fərqli bir tərəfə çevirir ki, özüm də şok içərisində qalmışdım ki, mən nə gözləyirdim, nə oldu. Həqiqətən çox heyrətlənmişdim. Çox hədsiz, çox maraqlı əsərdir və çox fərqli bir süjet xəttinə malikdir. Həqiqətən düşünürəm ki, mütləq şəkildə bu yazıçının əsərlərinə şans vermək lazımdır. Digər əsərlərdə düşünürəm ki, ən az bu əsər qədər maraqlı olacaq. Ondan əlavə bir şey də qeyd edim ki, deməli əsərdə əslində deməli burada bizə göstərir ki, yazıcı
Yəni sanki bu atom bombasının kəşfi ilə bağlıdır, amma sonda həqiqətən necə izah eləyim bilmirəm, həm də spoiler olmaması baxımından. Yəni bir növ həyatımızı sorğulayır. Bizim üçün yaşamı, ölümü sorğuladır. Yəni bir növ belə düşünə bilərsiniz. Yəni bəzən biz düşünürük, həyatın mənası nədir? Bəs həyatın mənasının nə olduğunu həqiqətən tapmaq istəyirsinizsə, bu əsəri oxuya bilərsiniz. Onda insan həqiqətən də belə şok içərisində qalır ki, yəni həyatın mənası görəsən həqiqətən budur. İnsanı dərindən düşündürən bir əsərdir. O cəhətdən tövsiyə edirəm, mütləq ki, bir şans verməlisiniz. Həcmi çoxdur, yəni bir 550 səhifədir təxmini. Əslində həcmi böyükdür deyə belə çox ağır bir əsər kimi gələ bilər, amma dili çox axıcıdır, sadədir. Yəni vaxt edib oxuya bilərsiniz və insanı maraqda saxlayan bir əsərdir. Mən hər kəsə şiddətlə tövsiyə edirəm. İstəsəz bir şans verə bilərsiniz. Ən sonuncu bəhs etmək istədiyim əsər elə ən sonuncu oxuduğum əsər də bu əsərdir. Molièredən Cimri əsəridir. Bu da klassik ədəbiyyatdır. Təbii ki, mən klassik əsərləri daha çox sevirəm deyə həmişə klassik əsərlərə üstünlük verirəm. Ancaq bir şey qeyd edim ki, bu əsər teatr mətnində yazılmış bir əsərdir və dili çox sadədir, axıcıdır. Həqiqətən də 2 günə bitirdim mən, halbuki çox vaxt ayırmamışdım. Təxmini 100 səhifəlik bir əsərdir. Yəni bir oturuşda da əslində oxuyub bitirə bilərsə, əgər kifayət qədər vaxtınız varsa. Adından da məlum olduğu kimi baş obrazımız Cimridir. Harpagon adında bir zədəgandır, yaşlı bir kişidir və bu kişi həqiqətən də el içərisində cimriliyi ilə yəni məşhurdur və hər kəs onu o şəkildə tanıyır. Hansı ki, kişinin həqiqətən milyonları, qızılları var, sərvəti var, amma öz övladlarına belə qıymır. Yəni bir oğlu, bir qızı var və onların rahatlığı, rifahı üçün belə o pulu xərcləmək istəmir və hamı ilə düşmən kəsilir. Sanki elə düşünür ki, hamı bunun puluna göz tikib, hamı bunun pulunu uğurlamaq istəyir, hamı buna kələk gəlmək istəyir. Yəni o qədər cimridir ki, həqiqətən özünə belə bəzən qıymır. Yəni mən oxuduqca şoka düşürdüm ki, bir insan nə qədər yəni bu dərəcə xəsis ola bilər özünə qarşı belə, hətta öz doğma övladlarına qarşı belə. Amma əsərin sonu da eyni zamanda çox belə fərqli, təəccüblü şəkildə bitdi. Yəni heç ağlımın ucundan belə keçməzdi ki, bu şəkildə əsəri bitirəcək yazıcı. Maraqlı əsərdir, şans verə bilərsiniz. İstənilən yaş kateqoriyasına düşünürəm ki, uyğundur. Bu şəkildə. Yəni bu günləri mən 5 möhtəşəm əsərdən bəhs elədim. Həqiqətən 5-ini də çox sevərək oxumuşam. Ümumiyyətlə vaxt azlığı ilə əlaqədar əsərləri çox diqqətlə seçib elə oxumağa başlayıram ki, vaxt itkisi olmasın mənim üçün. Oxumadığım təbii ki, kitabxanamda hədsiz çox kitab var və düşünürəm ki, onlara da yavaş-yavaş oxuyub, onlar barəsində də bu şəkildə 4-5 kitab yığıldıqca fikirlərimi sizlərlə bölüşəcəm. Arasından oxuduğunuz əsərlər varsa, rəy bölməsində qeyd etməyinizi, öz fikirlərinizi bölüşməyinizi istəyirəm və yaxud hansısa əsər sizə maraqlı gəldisə, onu da qeyd edə bilərsiniz. Eyni zamanda mənə də əsər hansısa bir əsər tövsiyə edirsinizsə, onu da qeyd edə bilərsiniz. Əgər əlimdə varsa, yəni kitabxanamda varsa, mən o əsərləri də qısa zamanda oxumağa çalışacağam. Bu şəkildə bugünkü videomuz bu qədərdir. Ümid edirəm ki, bəyəndiniz. Əgər bəyəndinizsə, rəy yazmağı, dəstək üçün kanalıma abunə olmağı və videonu like etməyi unutmayın. Ümid edirəm növbəti videolarda görüşərik. Hələlik.